Arvadlar haftaning avvalki gününden yer açılanna atlı ağları ki amade etmişlerdi getirdiler o maqbara yanına gittiler. Onlar girdiler ki maqbara ağzı dami naydaş bir qarağa itelenmiş. Ama maqbaranın içine gidenler Rab İsa'nın cenazesini bulmadılar. Arvadlar hali bu işten heyran edirler ki birden iki kişi ki rəxtləri ağapağıydı, onlar yanına turdular. Ala o halla ki arvadlar çok qorxmuşlardı o başlarını aşağı atmışlardı, o iki kişi onlara dediler, "Neyçe deri eleler arasında gəzirəniz? O burada değil. Belki derilmiş, yadınıza getiriniz. Ona ki hal celil velayeti neydi size ne dedi? Dedi ki insan oğlu günahkar adamlar eline verilesi. Salibe çekilesi و ikinci günne derilesi. Ona arvadlar İsa'nın sözlerini yada getirdiler o maqbareden geri dönene varızadı o 11 şagirde و qalanların varısını dediler. O arvadlar ki bu zatlara havarilara haber verdiler, bular edirlər. Məcdəlli Məryəm, Yuanna, Yaqub anası Məryəm və bir para daha arvad ki onların anıdırlar. Ama havarilar gəman edirlərdi ki arvadlar pertopela deyirlər və arvadların sözlərinə inanmadılar. Ama Petrus turdəqi o maqbarəyə sarı qaçdı. Ayli o maqbarənin içine baxdı, ama dolalı katan kefenden ayrı bir zat girmedi. Pes bu tefaktan heyran eye geri döndü. Ala o günne iki adam şagirdlerden bir Emmaus adlı kenne ki iki ağaç Urşalim şehrinden Irak'a da gedirlerdi. Onlar birbirinden var bu dişen tefakların barasına danışırlardı. Ala birbirinden danışan hala İsa'nın eze yaxın oluyor onlara qoşuldu. Ama tare qoymadı ki onlar İsa'yı gere onu tanıyarlar. İsa onlardan xəbər aldı. Yollar nə mənədən birbirindən danışırsınız? Onlar turdular. Qıssa o narahatlik onların izindən alayınıdır. O ikinin birisi ki adı Keliopas'dı İsa'ya cevap verdi. Aya Urşalim şehrine gelen qarib adamların arasında faqat sənin ki bu günlerde dişen tefaklardan haber yoxin? İsa haber aldı. Hanı tefaklar? Onlar cevap verdiler. Nasır Aleyhisa başına gelen tefaklar. O bir kişiydi ki gebde و روالله هم تاره yanına و همه de bütün xalq yanına bir qudretli peygamberdi. Ama bizim baş kahinlerimiz و baş beyiklerimiz onu teslim ettiler ta elime mahkum olay و salibe çekile. Biz ümitliydik ki bu ala و tare xalqını qurtaran adamdır. همه de اینه ikinci gündür ki bu tefaklar dişmiş. Bunların varısından bergüzar bizim aramızdaki arvadların bir parası bize heyrete saldılar. Onlar sər yer açılanına maqbara yanına gittiler. Ama cenazeyi bulabilmeyenler denneler o değillerdi ki hatta ferişteleri rüyada girmişler ki onlara demişler ki İsa diridir. Bizden bir para adam maqbara yanına gittiler o varızadı ala otur ki arvadlar demişlerdi girdiler ama İsa'yı girmediler. Ona İsa onlara dedi, ey nafahmlar, ey siz ki irəniz gecənləyir ki peyğəmbərlərin sözlərinə inanası. Biya lazım değildi ki vədə verilən Məsih ez şövkətini etişməkdən iləri bu zəcləri çəkə. Pes Musa Toratından و var peyğəmbərlər yazılılarından başladı و bütün müqəddəs yazılılarda ezbarəsində yazılan sözlərin varısını onlara hal etdi. Pes getdigiləri kəndə yaxın olana
İsa izini belə göstərdi ki, seyir bir İraqtar yerə gedən. Amma onlar İsa'ya çox ısrar etdilər və dedilər ki, bizim yanımızda qal, çünki yaxındır gim با تو gecə oyl. Pəs İsa onların eynə getdi ta onlar yanına qalan. Onların sofra qarağına oturanna çörək getirdi, tari şükr etdi, çörək tikələdi və onlara verdi. Onlar onların gözləri açıldı və onu tanıdılar. Amma İsa onların gözlərindən qeyb oldu. Onlar bir-birə dedilər, girdin ki yolla bizimlə danışanla yo, müqəddəs yazılıları bizə halə edənlə, nəyin irəyimiz alışmışdı yanirdi? Ələ o saat onlar turdular ayği yo, Urşalim şəhrinə geri döndülər. Orada girdilər ki o 11 şagird, bir parada şagirdlərlə bir derinə yığılmışlar və deyirlər ki, Rab gerçekten dirilmiş o şamuna zahir olmuş. Ona o iki adam de yolla düşen tefakları tarif ettiler. Ve dediler ki neyin İsa'yı çörək tikələmək موقعdə tanıdılar. Şagirdlər hələ bu zatlar barəsində danışırlardı ki İsa'nın izi onların arasında turdu və onlara dedi, sizə salam olsun. Ama onlar diksindiler ve vəhşət ettiler ve gəman edirlərdi ruh geyirlər. İsa onlara dedi, neyçə belə pərişanayız? Neyçə irəyinizə şək dişir? Əllərimə yox qıçlarıma baxınız. Eziməm, mənə əl vurin və girin. Çünki ruh ətü simik yoxu, amma ələ olan ki geyirəniz mən varım. Bunu dedi və əllərini و qıçlarını onlara göstərdi və ələ o halla ki onlar xoşhallıqdan و heyranlıqdan bu zatları hələ inana bilmirlərdi, İsa onlara dedi, burada yeməkçi bir zat varınız? Bir tikə qızarılı balıq onun yanına gətirdilər. İsa da onu getirdi və onların gözü dəminə yedi. Ondan sonra onlara dedi, ona ki hələ sizinlə idim, size bu zatları demiştim ki her ne ki Musa'yı peygamber Tevrat'ına, peygamberler yazılılarına ve Zabur kitabına benim hakkımda yazılmış yerine yetişesi. Ona İsa onların fikirlerini açtı ta müqəddəs yazılıları anlayarlar و onlara dedi, belə yazılmış ki بعد verilen Mesih zət çəkəsi و ikinci günə elimdən diriləsi və bu ki onun adına tövbə etmək و günahların bağışlanmayı Urşalim şəhrindən başlanası و bütün millətlərə elam olası. Siz bu zatların şahidləriyiz. Mən qeydəy bu amin vədi verdigəni sizin istinizə yollayıram. Amma onlayan kəs ki tarı quvvəti qeydən sizə gələ, bu şəhərdə qalın. İsa onları şəhərdən yazıya gətirdi və Beytəniya kəndinə cəza apardı. İsa zəllərini oxarı etdi və onlara bərəkət verdi. Və ələ onlara bərəkət verən موقعdə onlardan ayrıldı və geyə aparıldı. Onlar da onu pərəst etdilər və bir böyük şadlıqla Urşalim şəhrinə geri döndülər. Və daim məbəddə tarih həmd و ثنا edirlərdi.